Salam əzizləyicilər. Deməli, bugünkü qonaqlarımızdan biri BMW F30 avtomobilidir. Bu avtomobil bizim yanımıza deməli yaxınlaşıb Göyçay rayonundan. Avtomobildə check-up yoxlanış elədik və avtomobildə ciddi heç bir problem yox idi. Sadəcə bəzi profilaktik işlər görülməli idi. Onları təmin elədik və avtomobil sahibi daimi olaraq 98 aktandan istifadə eləyir. Bəzən 95 aktandan istifadə eləyib. O da deyir ki, məcburiyyət qarşısında 98 tapmadığım zaman 95-dən istifadə eləmişəm. Avtomobilin bütün ehtiyat hissələri orijinalla əvəz eləmişik. Hər bir şey qaydasında. Çəkim problemini də aradan qaldırmışıq. Yanacaq sərfiyyatı hal-hazırda 8 litrdir. Yanacaq sərfiyyatını da optimallaşdırmışıq. Heç bir problem yoxdur. Maşallah olsun, maşın çox ideal vəziyyətdədir və qardaş maşınına baxandır. Və özü də bildirir ki, bu maşın heç çox sürülmür. Sıra buna çatana kimi qalır qapıda. Nəzərinizə çatdırmaq istəyirəm ki, avtomobil B46 mühərrikə sahibdir. Yeni nəsil mühərrikdir. Və avtomobil sahibi avtomobilin həqiqətən də haqqını verir. Sağ olsun belə müştərilər, sağ olsun belə avtomobil sahibləri ki, belə bir avtomobildə iş görmək həqiqətən də usta olaraq ustaya bir zövq verir. Xeyirli olsun qardaş.